Arkadaşlar hər vaxtınız xeyir olsun. Gələk bugün Azərbaycan dilinin əsas bölmələrindən biri olan fonetika bölməsi. Fonetika uşaqlar nə qədər 5-ci siniflərdə keçsə də, nə qədər aşağı siniflərdə keçsə də, amma ən çox diqqət tələb edən mövzulardan biridir. Yəni bəri başdan deyim ki, bu mövzunun müəyyən qədər özünə məxsus biraz çətinlikləri var. O çətinliklər nədir? Uşaqlar yadınızda saxlayın ki, yəni hər bir söz deyildiyi kimi və yaxud da yazıldığı kimi tələffüz olunmur. Başa düşdünüz? Yəni bu sözdə bu qədər Azərbaycan dili biraz şeydir. Necə deyim, biraz çox sözü olan bir sözdür. Hardasa bir 60 minə, 70 minə, 100 minə yaxın olan sözü var. Aha, deməli o sözün hər birinin yazılışı və deyilişini bilməsi yer kəsiş mən özüm çaşıram. Başa düşdünüz? Ona görə də bizim universitetdə bir Cəfər müəllim var idi. Deyirdi dünyada ən çətin dil Azərbaycan dilidir. Çünki niyə? Çünki heç bir dildə qulağından tut divara mismarlamaq deyə bir şey yoxdur. Başa düşdün? Yəni heç bir dildə o sözün tərcüməsi yoxdur. Amma qulağından tut divara mismarlamaq, nə bilim, küçük kimi zingildətmək kimi bu sözlər deməli tək Azərbaycan dilindən çıxır ki, ona görə də heç bir dildə bu şey olmadığına görə, yəni ən çətin dil Çin dilindən də belə, ən çətin dil mənə görə deyil Azərbaycan dilidir. Başa düşdünüzmü? Aha. Uşaqlar, fonetika nədir? Fonetika gəlib biraz fonetika haqqında danışaq. Fonetika deməli fonetika Yunan sözü olubdur. Foni, səs, tika isə elm deməkdir. Yəni danışıq və səslər haqqında öyrənən elmdir. Uşaqlar, danışıq səsləri deyəndə danışıq səsləri bir qeyri-fəal danışıq üzvləri var, bir də fəal danışıq üzvləri var. Fəal danışıq üzvləri nədir? Məsələn, biz nəyimiz vasitəsilə danışırıq? Dilimiz vasitəsilə. Dilimizin hərəkət etməsində bizə nə köməklik edir? Məsələn, dişimiz, dildir, dodaqdır və səs dilləri. Səsimiz hardan çıxır? Səs dillərindən. Gördünüz, bu nədir? Bu fəal danışıq üzvləridir. Bir də qeyri-fəal danışıq üzvləri var. Qeyri-fəal danışıq üzvləri hansılardır? Diş qeyri-fəal danışıq üzvləri deyildi, bayaq yalan dedim. Deməli, diş fəal danışıq üzvləri deyildi, üzr istəyirəm. Qeyri-fəal danışıq üzvləridir. Aha, bir də qeyri-fəal danışıq üzvləri var. Məsələn, hansılardır? Məsələn, bir ağciyərlərdir. Görürsən, ağciyərlər sadəcə bizim nəfəsimizi tənzimləmək üçün bizə kömək edən bir şeydir. Ağciyərdir, nəfəs borusudur, dişlərdir, burun boşluğudur, ağız boşluğudur. Bunlar da nədir? Bunlar da deməli qeyri-fəal danışıq üzvləri gedir. Uşaqlar, yadınızda saxlayın ki, Azərbaycan dilində bir hərf var, bir də səs var. Səsin xüsusi göstəricisi var. Səsin xüsusi göstəricisi transkripsiyadır. Aha, sən deməli tutaq ki, səsi görmək üçün hardan istifadə edirsən? Bu transkripsiyadan istifadə edirsən. Məsələn, tutaq ki, sənə s hərfini versələr, bu şəkildə versələr, sən bunu hərf kimi görməlisən. Amma sənə s hərfini bu şəkildə versələr, deməli bu nədir? S səsidir. Başa düşdünüz? Aha. Deməli, Azərbaycan dilində hərf nəyə deyilir? Hərflər deməli yazırıq və görürük. Səsi isə nə edirik uşaqlar? Mən deyirəm, siz də oradan eşidirsiniz. Səsi isə deməli nə edirik? Deyirik və eşidirik. Görün, mən burada səsi yazmıram ki, siz də orada görəsiniz. Yox, səsi isə deyirik və eşidirik. Başa düşdünüz uşaqlar? Deməli, sözün hərf və səs tərkibinə görə deməli iki cür fərq ola bilər. Bunlardan deməli nədir? Azərbaycan dilində bilirik ki, sözlər arasında hərf tərkibində yəni ümumiyyətlə sözlər arasında tələffüz zamanı deyiliş və yazılış arasında fərq olan bir dildir. Aha. İndi burada deməli nə eləyəcək? Deməli sözlər arasında fərq olacaq. Bu fərq də iki cür özünü göstərir. Deməli bir keyfiyyət fərqi kimi özünü göstərəcək. Keyfiyyət. Digər isə nədir? Kəmiyyət fərqi. Aha. Uşaqlar, bunlar arasında fərq nədir? Keyfiyyət fərqi nədir? Uşaqlar, yadınızda saxlayın ki, keyfiyyət fərqi bir hərfin başqa bir hərfə keçməsidir. Yəni burada say fərqi ola bilməz. Məsələn, tutaq ki, şöhrətli sözünü yazıram. Necə tələffüz olunacaq? Şöhrətli şəklində tələffüz olundu. Bax görürsüz uşaqlar. Bax burada l hərfi nəyə çevrilibdir? L hərfi d hərfi, d səs kimi tələffüz olunubdur. Bu zaman deməli nə olacaq? Deməli bu o deməkdir ki, bu sözlər arasında keyfiyyət fərqi. Yəni keyfiyyət fərqi nədir uşaqlar? Keyfiyyət fərqi bir sözdə hərfin digər hərfə keçməsidir. Başa düşdünüz? Okay. Aha, kəmiyyət fərqi nədir uşaqlar? Kəmiyyət fərqi də. İndi biz keçmişdik də, riyaziyyat keçsiniz də. Kəmiyyət fərqi nədir? Kəmiyyət fərqi riyaziyyatda olan daha çox bir şeydir. Kəmiyyət fərqi də səs və tələffüz, hərf və tələffüz arasında, yəni sözün deyilişi və yazılışı arasında say fərqinin olmasıdır. Bu da nədir? Bu da kəmiyyət fərqidir. Yəni kəmiyyət nədir? Riyaziyyatda keçirilən bir şeydir də. Bu da deməli nə olacaq? Deməli say fərqinin olmasıdır. Məsələn, tutaq ki, sənə versələr hər hansı bir söz deyək. Bax məsələn. Ailə şəklində tələffüz olunsa, sayırıq 1 2 3 4. 1 2 3 4 5. Aha, deməli bu nə olacaq uşaqlar? Burada deməli, burada 4-dür, burada isə 5-dir. Deməli bu nə olacaq? Burada deməli sözdə kəmiyyət fərqi əmələ gələcək. Başa düşdünüz? Deməli niyə? Burada 4-dür, burada 5-dir. Bu deməli nə olacaq? Bu da deməli kəmiyyət fərqi əmələ gələcək. Və yaxud da
Sonmasına qoyaq. Aha. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4. 5 buradadır, 4 də buradadır. Deməli, nə olacaq? Deməli, 5 dənə buradadır, 4 dənə də buradadır. Deməli, bu sözdə nə olacaq? Kəmiyyət fərqi əmələ gələcək. Başa düşdünüz? Niyə? Çünki səs və hərf tərkibindəki say dəyişir. Başa düşdünüzmü uşaqlar? Deməli, sözdə hər hansı bir hərfin hər hansı bir hərfə keçməsi nə olacaq? Hər hansı bir hərfin hər hansı bir hərfə keçməsi o deməkdir ki, bu söz keyfiyyət fərqi olacaq. Başa düşdünüz? Məsələn, tutaq ki, nə deyək? Hər hansı bir başqa bir söz deyək də. Başqa bir söz, məsələn, tutaq ki, itki sözü. İtki yazılır. İtki deyilir. Bax görürsən, ki G-yə keçibdir. Burada nə olacaq? Burada deməli keyfiyyət fərqi olacaq. Niyə? Ki G-yə keçdi. Başa düşdünüz? Aha, bax 1, 2, 3, 4. Görürsən 1, 2, 3, 4. Sən burada keyfiyyət fərqindən danışa bilməzsən. Kəmiyyət fərqindən danışa bilməzsən, üzr istəyirəm. Kəmiyyət fərqindən danışa bilməzsən. Niyə? Çünki 4 dənə də buradadır, 4 dənə də buradadır. Başa düşdünüz uşaqlar? Amma deməli, keyfiyyət fərqindən danışa bilərsənmi? Bəli, danışa bilərsən. Niyə? Çünki ki G-yə keçibdir. Başa düşdünüz? Amma bəzən ola bilər ki, uşaqlar, sözdə həm səs düşümü olsun, həm də səs artımı olsun. Yəni nə demək istəyirəm? Yəni sözdə səs düşümü, səs artımı olmasına baxmayaraq, səs və hərf tərkibi eyni qalır. Məsələn, tutaq ki, təəssüflə. Necə tələffüz olunacaq? Nən kimi tələffüz olunacaq. Uşaqlar, gəlin baxsayaq. Gördünüz uşaqlar, bax burada ənin biri düşdü, burada isə kə var, burada isə birə var. Amma lalə necə tələffüz olunacaq? Nan kimi tələffüz olunacaq. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gördünüz, 9 dənə buradadır, 9 dənə də buradadır. Bərabərdir. Deməli, sən burada kəmiyyət fərqindən danışa bilərsən uşaqlar. Danışa bilərsiniz? Xeyr, təbii ki. Niyə? Çünki, bax görürsən, ya bu bundan böyük deyil, ya da bu bundan böyük deyil. Deməli, onda nə olur? Bərabərdirsə deməli nə olacaq? Kəmiyyət fərqindən təbii ki, danışmaq olmayacaq. Amma bu sözdə keyfiyyət fərqi varmı? İndi bir özünüzü düşünün. Varmı? Var. Niyə? Çünki bax buradakı l nəyə çevrilibdir? N-ya çevrilibdir. Başa düşdünüz? O zaman deməli nə olacaq? Keyfiyyət fərqi keyfiyyət fərqi deməli nə olacaq? Keyfiyyət fərqi əmələ gələcək. Başa düşdünüzmü? Okay. Deməli, uşaqlar, səslərin deməli Azərbaycan dilində səslər iki cür olur. Bunlardan biri sait səsləridir, bir digəri isə nədir? Samit səsləridir. Hələ ondan əlavə samit səslərindən, sait səslərindən əlavə uşaqlar, biraz da sözlərin uzun tələffüz olunmasını danışaq. Sözdə deməli Azərbaycan dilində bir saitin deməli digər saitə görə uzun tələffüz olunması var. Uzun tələffüz olunma, məsələn tutaq ki, deyirəm ki, məsələn azuqə. Necə tələffüz olunacaq? Bax, azuqə. Gördün? Bax, azuqə deyirsən də elə. Deməli, burada nə olacaq? Uzun tələffüz olunmaz. Uzun tələffüz olunmanın işarəsi var. 2 dənə alt-alta nöqtənin deməli bir işarəsi deməli nədir? Uzun tələffüz olunmadı. Azərbaycan dilində saitlər uzun tələffüz olunur. Bəzən gətirib sənə samitləri verə bilərlər uşaqlar. Məsələn, tutaq ki, elə ş, a, y, i, ə sözündə tutaq ki, şayə. Məsələn, belə bir şey sənə gətirib verə bilərlər. Bu yanlış bir şeydir. Niyə yanlış bir şeydir? Burada görürsən samit uzanıbdır. Samit uzana bilməz. Azərbaycan dilində sait uzanmalıdır. Bu söz necə tələffüz olunur? Yə şəklində olur. Başa düşdünüz? Şayə şəklində deməli uzanma varsa, bu sözdə deməli uzanma ondan ibarət olacaq. Başa düşdünüzmü uşaqlar? Azərbaycan dilində bəs bütün sözlər uzun tələffüz olunurmu? Bütün hərflər uzun tələffüz olunurmu? Saitlər tutaq ki, uzun tələffüz olunurmu? Yox. Bütün sait səsləri uzun tələffüz olunmur. Bunlardan biri I hərfidir, biri isə Ü hərfidir. Bunlar deməli uzun tələffüz oluna bilməz. Uşaqlar, yadınızda saxlayın ki, istisna qaydanı pozmur. Bəzən deməli deyirik ki, uzun tələffüz olunur, Ü hərfi uzun tələffüz olunmur. Bir dənə sözdə uzun tələffüz olunur. O da ü, f, ü, g, i. Üfüqi sözündə. Necə tələffüz olunacaq? Üfüqi. Bax görürsən? Üfüqi. Görürsən? Bax, ünün uzun tələffüz olundu. Deməli, bir dənə üfüqi sözündədir ki, istisna bir sözdür ki, bu söz deməli uzun tələffüz olunur. Amma üfüq sözündə üfüq. Necə tələffüz olunacaq? Üfüq. Gördünüz, uzun tələffüz olunma yoxdur. Bir dənə üfüqi sözündədir ki, nədir? Saitlərdə uzun tələffüz olunan Ü hərfi, uzun tələffüz olunmayan Ü hərfi üfüqi sözündə uzun tələffüz olundu. Uşaqlar, yadınıza saxlayın ki, uzun tələffüz olunma sözdə tələffüz fərqi əmələ gətirmir. Bax, məsələn, tutaq ki, itaət sözündə itaət kimi tələffüz olundu. Bu sözdə yazılış və deyiliş arasında fərq varmı? Yoxdur.
Niyə? Çünki uzun tələffüz olunma fərq əmələ gətirmir. Amma bəzən ola bilər ki, uşaqlar sənə belə bir söz deyə bilər ki, uzun tələffüz olunan sözdə tələffüz fərqi ola bilməz. Uzun tələffüz olunan sözdə tələffüz fərqi ola bilməz deyəndə bu təbii ki, yanlış bir şey olacaq. Niyə? Məsələn, tutaq ki, inşaat necə tələffüz olunacaq? Bu şəkildə tələffüz olunacaq da elə. Aha, burada uzun tələffüz olunma var. Amma bu sözdə o demək deyil ki, yazılış və deyiliş arasında fərq ola bilməz. Məsələn, görürsən, A-nın 2 dənə A vardı, biri düşübdür. Deməli nədir? Kəmiyyət fərqi əmələ gətiribdir. Yəni ki, sözün yazılışı və deyilişi fərqləndi. Sadəcə uzanma. Sən uzanmanı sözdə yazılış və deyiliş arasında fərq götürməyəcəksən. Bəzən şagirdlər gedib deyir ki, ay müəllim, burada elə 2 dənə fərq var da, bir dənə A-nın biri düşübdür, bir də uzanma olubdur. Xeyr, uşaqlar, xeyr əzizim. Başa düşdün? Deməli, nə olacaq? Yazılış və deyiliş arasında fərq olmayacaq. Okay. Uzanma deməli, nə əmələ gətirmir? Uzanma yazılış və deyiliş arasında fərq əmələ gətirmir. Amma bu demək deyil ki, məsələn, sözdə bir hərf başqa bir hərfə keçə bilməz. Başa düşdünüz? Aha. Uşaqlar, bir də deməli, gələk nəyə? Gələk deməli, səslərə. Deməli, səslər iki cür olur. Bir saitlərdir. Üzr istəyirəm. Saitlər var. Bir də samitlər var. Saitlərin və samitlərin də özünə məxsus olan xüsusiyyətləri var. Saitlər deməli heca əmələ gətirir, vurğu qəbul edir, deməli uzanma əmələ gətirə bilir. Avazdan əmələ gələ bilir, amma küydən əmələ gələ bilmir. Samitlər isə nədir? Samitlər isə deməli ağız boşluğunda maniyə rast gəlir. Deməli küydən əmələ gəlir. Bax, saitlər deməli maniyə rast gəlmirdi, küydən əmələ gəlmirdi, amma samitlər deməli maniyə rast gələ bilir, küydən əmələ gələ bilir. Hecanı yaratmır uşaqlar. Hecanı formalaşdırır. Başa düşdünüz? Hecanı formalaşdırır. Məsələn, tutaq ki, Eltun sözündə gəlin baxaq, necə tələffüz olunacaq, necə hecalara bölünür? Eltun. Görürsən, bax, L hərfinin sayəsində E hərfi də formalaşır. Başa düşdün? Ona görə deməli, nə edəcək? Hecanı formalaşdıracaq. Başa düşdün uşaqlar? Vurğu qəbul etmir. Deməli, bax, Eltun deyirsən, yoxsa Eltun deyirsən. Başa düşürsən, vurğunu onun üzərinə vurursan. Vurğu qəbul etmir. Daha sonra uzun tələffüz olunmur. Bayaq da onu izah elədik. Uşaqlar, saitlər deməli müxtəlif xüsusiyyətlərə bölünür. Bunlar deməli, məsələn, deməli dilin üfüqi vəziyyətinə görə olan saitlər neçə yerə bölünür? 2 yerə. Məsələn, bir qalın saitlər var. Bir də incə saitlər var. Qalın saitlər nədir? Qalın saitlər A, O, U, incə saitlər E, Ə, İ, Ö, Ü. Məsələn, indi bunu DS deyiləm. Da indi burada sənə tutub indi DS deyiləm. Daha sonra bundan sonra məsələn dilin şaquli vəziyyətinə görə də açıq və qapalı saitlər. Əgər bunu məsələn mən də sizin vaxtınızda olanda üfüqi vəziyyətinə görə gətirib tutaq ki, dilin üfüqi vəziyyətinə görə deyilməsi deyəndə gətirib qalın və incə saitlər deyirdim. Yəni qarışdırırdım da üfüqi və şaquli vəziyyətə görə. Bax uşaqlar, şaquli sözünü yazırsan şaquli. Aha, bax görürsən aq var bunun içərisində. Deməli nədir? Açıq və qapalı. Deməli şaquli vəziyyətinə görə olanda isə nə olur? Açıq və qapalı olur. Açıq və qapalı saitlərdə açıq qapalı saitlər ıdı, nə bilim idi, daha sonra udu, daha sonra üdü. Bunlar deməli nə olacaq? Bunlar deməli qapalı saitlər olacaq. Digər saitlər də deməli nə olacaq? Açıq saitlər olacaq. Bir də deməli dodaqların vəziyyətinə görə olan saitlər var ki, dodaqlanan saitlər var, bir də dodaqlanmayan saitlər. Dilimizdə mövcud vəziyyətə görə 9 dənə sait səsi var. Bunlardan deməli bunların içərisində uşaqlar Ə və E saitinin deməli xüsusiyyətlərinin hamısı eynidir. Məsələn, hər ikisi incə saitdir, hər ikisi açıq saitdir, hər ikisi dodaqlanmayan saitdir. Amma bunların bir dənə fərqi var ki, uşaqlar, E saiti neytral saitdir. Yəni ki, biz məcburiyyətdən qalıb uşaqlar, deməli E saitini dilarxası sait deyirik. Yəni ki, incə sait deyirik. Amma uşaqlar, yadınızda saxlayın ki, E saiti neytraldır. Bax, sən tutaq ki, eyni bir tələffüz ilə E. Görürsən, dil ortası saitdir. Başa düşdün? Dil ortası saitdir. Deməli, bu dil ortası olmasına görə E və Ə saitinin deməli heç də hər bir xüsusiyyəti üst-üstə gəlmir. Amma ondan qalan tutaq ki, hər birinə incə sait deyirik, hər birinə açıq sait deyirik, hər birinə dodaqlanmayan sait deyirik. Başa düşdünüzmü? Okay. Gəlin biraz saitlər haqqında danışaq. Uşaqlar, saitlər deməli
saytların deməli sözdə olan tələffüzü haqqında danışaq. Yadınızda saxlayın ki, uşaqlar. Deməli dilimizdə mövcud vəziyyətə görə bir vaxtda, yəni bizim vaxtımızda olan ov hərf birləşməsi var idi. Ov bir də öv hərf birləşməsi var idi. Burada deməli saytlardan deməli biri düşür, samit düşürdü, digəri isə uzun tələffüz olunurdu. Məsələn, tutaq ki, b, ə, n, öv, ş. Bənövşə sözünü bizim vaxtımızda gətirib b, ə, n, ş şəklində verirdilər. Aha, uşaqlar, bax bu yanlış, bu deyiliş. Bu deyiliş yanlış bir şeydir. Niyə? Artıq deməli real mövcud vəziyyətə görə ov və öv hərf birləşməsində deməli v hərfi nə eləyə bilməz? Düşə bilməz. Başa düşdünüzmü? Aha. Deməli elə yazıldığı kimi də tələffüz olunacaq. Məsələn m, ö, v, q, e. Mövqe demirsən də, artıq necə deyəsən? Mövqe. Başa düşdünüz? Aha. Və yaxud da cövhər sözü. Cövhər. Cövhər yazdıq. Səhv yazdıq mı sözü? Hə. Cövhər. Necə tələffüz olunacaq? Elə cövhər deməyəcəksən da, cövhər. Elə olduğu kimi də tələffüz olunacaq. Cövdət sözü. Necə tələffüz olunacaq? Olduğu kimi. Novruz sözü. Necə tələffüz olunacaq? Olduğu kimi. Şövkət sözü. Şövkət. Aha, necə tələffüz? Şövkət demirsən artıq. Şövkət yazacaqsan elə. Şövkət. Başa düşdünüz uşaqlar? Yazılış deməli olduğu kimi yazılış deməli nə eləyəcək? Elə olduğu kimi də qalacaq. Bir dəqiqə üzr istəyirəm. Hə uşaqlar, üzr istəyirəm, biraz ara verdik. Aha. Daha sonra uşaqlar, saytların deməli yazılışında bir qoşa saytlı sözlər var. Eyni cinsli qoşa saytlı sözlər var. Bir də müxtəlif cinsli qoşa saytlı sözlər var. Eyni cinsli qoşa saytlı sözlər nədir uşaqlar? Eyni cinsli qoşa saytlı sözlər eyni deməli qəbilədən olan hərflərin bir-birindən birləşməsidir. Tutaq ki, bax qoşa adı, qoşa nə bilim edi, qoşa ədi, qoşa nə bilim tutaq ki, odu. Bu kimi sözlər deməli nədir? Qoşa saytlı sözlərdir. Deməli eyni cinsli qoşa. Bax görürsən, ikisi də eynidir. Eyni cinsli qoşa saytlı sözlərdir. Uşaqlar, eyni cinsli qoşa saytlı sözlərin belə bir özəlliyi var ki, adətən hardasa bir 90% sözdə bax, həmişə demirəm. Hər zaman demirəm. Niyə? Çünki Azərbaycan dili həmişə və hər zaman heç vaxt deyilərik, heç vaxt demə. Elə qəbilədən olan bir fəndir. Başa düşdünüz? Deməli, hardasa bir 90% olan sözdə, eyni cinsli qoşa saytlı olan sözlərdə yazılış və deyiliş arasında fərq olur. Bu da kəmiyyət fərqi ilə əlaqədar olur. Kəmiyyət fərqi ilə əlaqədar olur. Niyə? Çünki qoşa saytlı sözlərdə adətən birinci qoşa saytlı sözdə hərflərin biri düşür, digəri isə uzun tələffüz olunur. Məsələn, c, a, m, a, t. Cəmaət sözündə necə tələffüz olunacaq? Bax, görürsən qoşa sayt var. C, a, m. Gördünüz? Bax, biri düşdü, digəri isə nə elədi? Uzun tələffüz oldu. Bu deməli nədir? Bu deməli qoşa saytlı sözdə hər zaman deməkdir 90% sözdə deməli nə olacaq? Əksər sözlərdə tələffüz fərqi əmələ gələcək. Başa düşdünüz? Aha. Deməli, bəzən ola bilər ki, uşaqlar heç eyni cinsli qoşa saytlı söz olsun, amma o sözdə deməli fərq olmasın. Məsələn, tutaq ki, bax, cəbhə ətrafı sözü idi. Cəbhə ətrafı. Deməli bu sözdə nə olacaq? Bu sözdə baxırsan qoşa sayt gəlibdir, qoşa ə gəlibdir. Elə cəbhə ətrafı kimi də tələffüz olunacaq. Elə bunun yazılışı və tələffüzü də deməli nə olacaq? Eyni olacaq. Və yaxud da tutaq ki, əlbəəl sözü. Əlbəəl sözü. Gördünüz? Qoşa ə var. Necə tələffüz olunacaq? Elə olduğu kimi tələffüz olunacaq. Başa düşdünüzmü uşaqlar? Deməli, hər zaman qoşa saytlı sözlərdə fərq əmələ gələcək deyə bir şey yoxdur. Bax, bu sözlər istisna olmalıdır. Bir cəbhə ətrafı sözüdür, bir də əlbəəl sözüdür. Bunlar deməli nədir? Bunlar deməli qoşa saytlı sözlərdə fərq əmələ gətirmir. Amma tutaq ki, qoşa saytlı sözlər uşaqlar, eyni cinsli qoşa saytlı sözlər daha çox sözün ortasında gələ bilir, bir də sonunda gələ bilir. Yadınızda saxlayın ki, eyni cinsli qoşa saytlı sözlə başlayan söz ola bilməz. Eyni cinsli qoşa samitli sözlə başlayan söz ola bilər. Məsələn, ssenari sözü. S-S-E-N-A-R. Eyni cinsli qoşa samitlə başlayan söz var. Amma eyni cinsli qoşa saytlə başlayan söz yoxdur. Eyni cinsli qoşa saytlı söz deməli sözün harasına gəlir? Bir ortasında gələ bilir, bir də sonunda gələ bilir. Məsələn, tutaq ki, B, Ə, D, İ. Necə tələffüz olunacaq? Bax, qoşada İ var. Nə olacaq? B, Ə, D, İ. Biri isə nə eləyəcək? Uzun tələffüz olunacaq. Biri düşəcək, biri isə uzun tələffüz olunacaq. Gördünüz, sonunda gəlir. Və yaxud da inşaat sözündə, cəmaət sözündə nə olacaq? Sözün ortasında gələcək, A-nın biri düşəcək, digəri isə nə eləyəcək? Uzun tələffüz olunacaq. Başa düşdünüz? Okey. Uşaqlar, bəzən ola bilər ki, şagirdlərdə belə bir şey ola bilər. Məsələn, tutaq ki, T, Ə, B sözünü gətirib sənə
təbii şəklində verəcəklər. Və yaxud da sən bunu belə tələffüz olunacaq. Özündən Amerika kəşf eləmə. Niyə? Çünki təbii sözü bu şəkildə tələffüz oluna bilməz. Biz deyirik ki, qoşa samitli sözlərdə əksər vaxtı qoşa saitli sözlərdə əksər vaxtı saitlərdən biri düşür, digəri isə nə edir? Uzun tələffüz olunur. Daha sonra uşaqlar bir də müxtəlif cinsli qoşa saitli sözlər var. Müxtəlif cinsli qoşa saitli sözlər hansılardır uşaqlar? Məsələn, tutaq ki, bax, ia ola bilər, ai ola bilər, ia ola bilər, ui ola bilər və yaxud da au ola bilər və yaxud da deməli ue ola bilər. Bunlar deməli nədir? Bax, müxtəlif cinsli qoşa saitli sözdür. Söz qoşa saitlidir, amma müxtəlif cinsli qoşa saitlidir. Başa düşdünüz uşaqlar? Uşaqlar, bunların içərisində müəyyən vəziyyətə görə bir vaxtı, yəni bizim vaxtımızda olan sözlərdə adətən məsələn a edi, daha sonra e adı, daha sonra ə adı, bu kimi hərf birləşməsi olan sözlərə bir vaxtı var idi ki, y hərfi əlavə olunurdu. Məsələn, tutaq ki, hansı söz deyək? Teorem sözü. T E O R E M teorem sözü bir vaxtı, yəni mövcud vəziyyətə görə bax, səhv eləmirəmsə belə tələffüz olunurdu. Amma hal-hazırda elə bir şey yoxdur uşaqlar. Bir dənə hansı hərf birləşməsinin ortasına y hərfi əlavə oluna bilər, yazılış və deyiliş arasında fərq ola bilər. Bax, belə yadda saxlayın ki, bax, qabaqca i hərfini bura yazırıq, bir də biz bura qalın hərflər, qalın saitləri yazırıq. Qalın saitlərimiz hansıdır? Aydı, ıydı, oydu, bir də uydu. Elə indi i olmadığına görə, yəni dilimizdə belə bir söz olmadığına görə müəyyən qədərində bunun yerinə dəyişiklik eləyib əsaid eləyirik. Bax, bir dəfə inin yerinə inin yanına biz a-nı qoşuruq. Bir dəfə bunun tərsini eləyirik. A-i. Bir dəfə inin yerinə inin yanına ə-ni qoşuruq. İ-ə. Bir də ə-i. Başa düşdünüz uşaqlar? Daha sonra o-i, i-o, u-i. Bax, bu hərf birləşmələrində yazılış və deyiliş arasında fərq ola bilir. Başa düşdünüz? i hərfini qoyuruq, bir də uzun qalın saitləri bura yazırıq, bir dənə ə saitindən başqa. Deməli, bunlar nə edəcək? Bunlarda deməli yazılış və deyiliş arasında fərq əmələ gələ biləcək. Məsələn, tutaq ki, uşaqlar, bax, a-əni deməmişdik ki, bax, itayət sözündə bax. İ-t-a-ət. Necə tələffüz olunacaq? Bax, bayaq yazdıqlarımızın içərisində a-ya yox idi ki? Yox. Necə tələffüz olunacaq? İ-ta-ət. Gördün? Y əlavə olunmayacaq və yaxud da yazılış və deyiliş arasında fərq əmələ gəlməyəcək. Və yaxud da ş-ü-c-a-ət. Necə tələffüz olunacaq? Ş, ü hərfi uzun tələffüz olunmadığına görə ca-ət. Başa düşdünüz uşaqlar? Aha, deməli nə olacaq? Şücaət şəklində. Və yaxud da qiraətdir, bəraətdir. Bunlar deməli nə olacaq? Bunlar deməli uzun tələffüz deməli burada yalnız yazılış və deyiliş arasında fərq əmələ gəlməyəcək. Amma tutaq ki, uşaqlar, a-i hərf birləşməsində və yaxud da bax, məsələn, tutaq ki, nə deyək? Deyək ki, radium sözündə. R-A-D-I-U-M. Bunları mən bura yazım. Hansı hərf birləşmələri idi? A-idi, daha sonra I-aydı, ə-idi, i-ədi və yaxud da i-udu, daha sonra u-idi. Ondan sonra bir də var idi a-ü. Bu da istisna idi. A-ü. Uşaqlar, bax, radio. Görsən, i-u varmı? I-u var. Necə tələffüz olunacaq? R-A-D-I-Y-U-M. Bir dənə y hərfi əlavə olunur. Və yaxud da a ilə yazılır. Necə tələffüz olunacaq? A-i varmı? Var. Bir dənə y hərfi. A-i-lə şəklində tələffüz olundu. Başa düşdünüz? Və yaxud da idiom. I-D-I-O-M. Necə tələffüz olunacaq? I-o var. Bax, i-o burada var idi mi? I-onu yazmamışıq. I-o. Var idi mi? Var. İ-di-yum şəklində tələffüz olunacaq. Başa düşdünüz uşaqlar? Və yaxud da fədai sözü. F-ə-d-a-i. Necə tələffüz olunacaq? F-ə-d-a-i şəklində tələffüz olundu. Gördünüz uşaqlar? Yəni bu hərf birləşmələrinin ortasına y hərfi əlavə oluna bilər. Amma məsələn, bunlardan qalan digər hərflər var ki, hərf birləşmələri vardır. Müxtəlif cinsli saitlərdə hərf birləşmələri var ki, onlarda deməli nə olacaq? Onlarda deməli yazılış və deyiliş arasında fərq olmayacaq. Məsələn, tutaq ki, gətirib bura aerodrom sözünü versək, bu söz bitişik yazılır. Necə tələffüz olunacaq? Elə olduğu kimi. Aerodrom demirsən da sən. Niyə? Çünki biz buraya a-ni yazmamışıq. Başa düşdünüz?
aerodrom. Gördünüz? Elə bu şəkildə də olacaq. Uşaqlar, mən bura A ünlü yazmışam. A ünlü hərf birləşməsini yazmışam. Amma bəzən bu sözlərdə yazılış və deyiliş arasında fərq olmaya bilər. Məsələn, ola bilməz. Məsələn, tutaq ki, ş-ü-a. Şüya sözündə elə necə şüya demirsən da sən. Ş-ü-a. Elə olduğu kimi qaldı. Başa düşün, y hərfi əlavə olunmuşdur. Və yaxud da ş-ü-ar. Necə tələffüz olunacaq? Şü-ar şəklində tələffüz olunacaq. Başa düşdünüz? Okey. Və yaxud da dialoq necə tələffüz olunacaq? D-i-a-l-o-q. Necə tələffüz olunacaq? Dialoq. D-i-y-a-l-o-k. Dialoq şəklində tələffüz olundu. Niyə? Çünki i hərf birləşməsinin ortasına nə olur? i hərf birləşməsinin ortasına y əlavə olunur. Və yaxud da rauf sözü necə tələffüz olunacaq? R-a-u-f. Rauf yazdım. Necə tələffüz olunacaq? R-a-u-f. Elə rauf kimi tələffüz olundu. Başa düşdünüz? Dua sözü. Dua demirsən da sən. Uzanma yoxdur burada. Dua. Elə olduğu kimi qalacaq. Və yaxud da duel sözü. Du-el. Necə olacaq? Du-el kimi. Elə olduğu kimi qalacaq. Başa düşdünüz? Müəllif sözü. Aul sözü. Duel sözü. Maniyə sözü. M-a-n-e-ə. Necə tələffüz olunacaq? Maniyə demirsən. Mane-ə. Görürsən? E-ə var. Nə olacaq? Yazılış və deyiliş arasında fərq olmayacaq. Uşaqlar, bunların içərisində okean sözü var. O-k-e-an. Okean sözü elə okean kimi də tələffüz olunur. O-k-an kimi tələffüz olunacaq. Başa düşdünüz? Okean demirsən. Sən bu k-nın qabağına bir dənə apostrof qoymursan. K olsun. Elə okean kimi tələffüz olunacaq. Başa düşdünüz uşaqlar? Okey. Daha sonra dilimizdə müəyyən sözlər var ki, uşaqlar, orada yazılış və deyiliş arasında fərq var. Bunlar hansı sözlərdir? Adətən mürəkkəb sözlərdir. Mürəkkəb sözlərin 2 dənə müxtəlif cəsdə qoşu samitin gəlməsidir. Bu sözdən hansıları daha çox qohumluq mənası ifadə edən sözlərdir? Məsələn, x, a, la, oğlu və yaxud da əmi, oğlu bitişik yazılır. Və yaxud da dayı, oğlu, bacı, oğlu və yaxud da əli, ağa, əli, açıq. Bu kimi sözlər var ki, uşaqlar, bunu sən tələffüz olunanda, bax bu isi, bunun birinci saiti düşür. Bax bunların birinci saiti düşür. Məsələn, tutaq ki, əmoğlu sözü necə tələffüz olunur? Əm oğlu şəklində Azərbaycan dilində real mövcud vəziyyətə görə. Day oğlu ısının biri düşəcək. Day oğlu şəklində. Xal oğlu necə tələffüz olunur? Xal oğlu şəklində. Əl ağa, əl ağa bu şəkildə tələffüz olunacaq. Əl açıq sözü necə tələffüz olunacaq? Əl açıq şəklində. Açıq şəklində tələffüz olunacaq. Başa düşdünüz uşaqlar? Mövcud vəziyyətə görə budur. Əm oğludur, day oğludur, bib oğludur, xal oğludur. Bu kimi sözlər deməli nə olacaq? Uzanma olmadan, uzun tələffüz olunmadan birinci sayt düşəcək. Deməli nə olacaq? İkinci saytda olduğu kimi qalacaq. Başa düşdünüzmü? Aha. Bir də uşaqlar. Real mövcud vəziyyətə görə biz deyirik ki, İ hərf birləşməsinin ortasına Y hərfi əlavə olunmalıdır. Amma bu sözdə istisna bir məqam var. Bu söz hansı idi? R-I-A-Y-ə-T. Riayət sözündə uşaqlar. Bax, burada Y-nin özü hazır olduğuna görə, sən bunu nə edəcəksən? Elə riayət şəklində yazacaqsan. Aha, bəzən gətir bu sözü sənə belə verəcəklər. Riayət. Bax, bu şəkildə verəcəklər. Yanlış bir şeydir. Həyatının səhvini eləyəsən 3 bal, 4 bal gedəcək. Aha, riayət sözü necə tələffüz olunacaq? Riayət şəklində tələffüz olunacaq. Başa düşdünüz? İki arıyor sözü var, riyo. Bax, orada yadda saxlayın. Riya, bir də uzanma olacaq, yet şəklində tələffüz olunacaq. Uşaqlar, bundan başqa dilimizdə müəyyən mövcud vəziyyətə görə bir çox sözlər var ki, onların deməli yazılış və deyiliş arasında fərq yoxdur. Sadəcə uzanma var. Məsələn, bunlar hansılardır? Bəraət sözüdür, tez-tez düşən sözdür. B-ə-r-a-ət. Bəraət sözü necə tələffüz olunacaq? Bəraət şəklində. Şücaət sözündə necə tələffüz olunacaq? Ş-ü-c-a-ət. Necə tələffüz olunacaq? Şücaət şəklində tələffüz olunacaq. Və yaxud da qiraət sözü.
İ-r-a-ət necə tələffüz olunacaq? Qiraət şəklində tələffüz olunacaq. Başa düşdünüz? Riayət el sözünü yazmışdıq. Y əlavə olunacaqmı? Xeyr. R-i-a-yət necə tələffüz olunacaq? Bir də yazıram. Özün yaz görüm hələ. Riayət. Bax, bu sözlərin hər birini əzbərləməyə məcbursan. Başa düşdünüz? Aha. Və yaxud da kakao sözü. K-a-k-a-o. Kakao yazılır. Kakao. Necə tələffüz olunacaq? Ka-o. Bu şəkildə yazılacaq. Başa düşdünüz uşaqlar? Memuar sözü necə yazılacaq? Necə tələffüz olunacaq? Memuar. Uzanma yoxdur. Fauna. F-a-u-n-a. Bax, görürsən, bunlarda heç bir yazılış və deyiliş arasında fərq yoxdur. Niyə? Çünki a-u hərf birləşməsi var. Fauna şəklində nə eləyəcək? Tələffüz olunacaq. Aha. Daha sonra sonlara yaxınlaşırıq şuraya. Videomuz uşaqlar 3 hissəli olacaq. Bunlardan birincisi saytlar haqqındadır. Digəri samitlər haqqındadır. Digəri isə ahəng qanunu, hecab vurğu. Bunlar haqqında olacaq. Daha sonra uşaqlar odur. Daha sonra idi, bir də üdü. Bu kimi saytlar var ki, bunların deməli yazılış və deyiliş arasında fərq ola bilər. O saytı deməli uşaqlar tələffüz zamanı bir özü kimi qala bilər. Yəni ki, o sayt kimi tələffüz oluna bilər, bir də a saytı kimi tələffüz oluna bilər. Məsələn, tutaq ki, motor sözündə necə tələffüz olunacaq? Motor şəklində tələffüz olunacaq. Və yaxud da odun sözündə odun necə tələffüz olunacaq? Odun. Yəni o olduğu kimi qalacaq. Bir o kimi tələffüz oluna bilər, bir də a kimi tələffüz oluna bilər. Bunu adətən dilçilər belə yazır ki, əgər o saytı vurğu qəbul etmirsə, o zaman deməli aya çevrilir. O zaman deməli nə edəcək? Aya çevriləcək. Vurğu qəbul edirsə də deməli nə edəcək? Deməli o elə olduğu kimi qalacaq. Məsələn, tutaq ki, komediya sözündə komediya. Komediya sözündə vurğu deməli n-in üzərinə düşür. Deməli nə eləyəcək? Vurğu qəbul etməyəcək də o saytı. Deməli nəyə çevriləcək? Komediya. Komediya şəklində tələffüz olunacaq. Və yaxud da buna uyğun oçerk sözü var. O-ç-e-r-k oçerk. Dəqiq gözləyin. O-ç-e-r-k. Necə tələffüz olunacaq? Bax, açerk demirsən. Oçerk deyirsən. O çerk deməli neyəndə deməli onun üzərinə düşəcək. O çerk deməli olduğu kimi qalır, o da deməli vurğunun üzərinə düşür. Bir də uşaqlar povest sözü. Povest. Testlərə tez düşən bir sözdür. Bəzən bizim yoldaşlar gətirib bunu povest deyirlər. Ay müəllim, povest. Canın azar povest. Deməli o hərf birləşməsi var. Nə olurdu? Orada deməli yazılış və deyiliş arasında fərq olmurdu. Elə povest olduğu kimi də qalır. Povest. Başa düşdün? Yazılış və deyiliş arasında heç bir uzanma filan, heç bir şey yoxdur. Başa düşdünüzmü uşaqlar? Okay. Understand? Yes. Deyin. Daha sonra uşaqlar bir də i və ü hərflərinin dəyişik olduğu məqamlar var. Yəni dəyişik olduğu nədir? Məqam deyəndə nədir? Dəyişik olduğu məqam deyəndə uşaqlar, yəni ki, şagirdlər adətən səhv yazırlar bu sözləri. Amma bu sözlərə bir növ orfoqrafiyada sözlərin özəyidir. Yəni sən bu sözləri əzbərləməlisən. Başa düşdün? Nə etməlisən? Əzbərləməlisən. Aha, bax uşaqlar, ü ilə yazılan müəyyən qədər sözlərimiz var. Bunlar kitabda da var. O kitabdan indi hər birini əzbərləyərsiniz. Bir də indi müəyyən qədər mən deyəcəm. Onlara amma qalan hamısını, mənə hamısını deyəmərəm da. İndi müəllimin indi bir dənə işi var ki, o müəyyən qədər yol göstərməlidir. Kurikulumda bunu deyir də, müəllim yol göstərməlidir. Müəllim hər bir şeyi hazır şəkildə açıq şagirdin qabağına qoymalı deyil. Biraz yer şagirdin öz araşdırmalıdır. Öz yer vəziyyət çəkməlidir. Başa düşdünüz? Özünüz əziyyət çəkin ki, zəhmətin bəhrəsini görəsiniz. Aha, uşaqlar, bax, biruzə sözü var. Biruzə. Biruzə. Bax, ü kimi yazılır. Tələffüzünüz olacaq. Biruzə. Görürsən? U-zə. Bir uzanma var burada. Biruzə. Gördünüz? Uzanma var. Başa düşdünüz? O zaman nə olur? Deməli, bu sözün bəs yazılış və deyiliş arasında fərq olurmu? Ha, qoçaqlarım? Olurmu? Bəli desək nə olar? Səhv olar. Niyə? Çünki deməli uzun tələffüz olunma sözlər və danışıq və tələffüz və səs arasında, tələffüz və hərf arasında fərq əmələ gətirmir. Məsələn, biruzədir. Bax, bizim adətən gedir şagirdlərimiz f-ü-z-u-l-i. Bunu Füzuli kimi yazırlar. Amma bu söz necə olur? Füzuli kimi olacaq. Məndə Füzulun aşiqlik istedadı var. Aşiqi sadiqi mənəm. Məzmunun ancaq adı var. Füzuli.
U deyil bu. Ü deyil bu. Füzuli. Füzuli şəklində tələffüz olunacaq. Başa düşdünüz? Bunu yazaq. Bizim gedib bəzi şagirdlərimiz özündən Amerika kəşf eləyərək bunu Füzuli. Füzuli. Başa düşdünüz uşaqlar? Füzulidir, müşküldür, mühüm. Gedib bunu mühim kimi tələffüz eləməyin. Necə tələffüz olunacaq elə? Olduğu kimi mühüm şəklində tələffüz olunacaq. Başa düşdünüz? Və yaxud da bünövrə sözü. Bünövrə sözü necə tələffüz olunacaq? Elə bünövrə şəklində. Bünövrə demirsən da sən ona. Başa düşdünüz? Elə bünövrə də demirsən. Başa düşdün? Bünövrə yazılır. B-ü-n-ö-v-r-ə yazılır. Necə tələffüz olunur? Bünövrə. Başa düşdünüz uşaqlar? Bünövrə. Və yaxud da buna uyğun olan cido sözü var. Cido. Necə tələffüz olunacaq? Cido demirsən. Cido deyirsən. Və yaxud da buna uyğun olan büro sözü var. Uşaqlar, bir də fakültə sözü var. F-A-K-Ü-L-T-Ə. Fakültə sözü. Sən buna fakültə demirsən. Məsələn, tutaq ki, Alman dili fakültəsi, filologiya fakültəsi demirsən. Başa düşdün? Fakültə sözü F-A-K-Ül-T. Fakültə kimi tələffüz olunur. Gətirib bunun təpəsinə belə bir K qoyacaqlar. Onu olacaq, yanlış olacaq. Başa düşdün? Və yaxud da, amma buna uyğun olaraq fakültativ sözü var. Fakültativ. Bax, burada isə elə bir yazdım, heç özüm başa düşmədim. Bu bir də yazım. Bəzən ola bilir ki, uşaqlar, məndə ümumiyyətcə hərf problemi var. Hərf yazı problemi var. Dil ədəbiyyat müəlliminə yaraşmayan bir yazıda yazıram. F-A-K-Ül-T tiv gətirib sənə verəcəklər. Yanlış bir yazılış olacaq. Niyə? Çünki F-A-K-Ül-Ta-tivdir bu. Fakultativ. Bax, bu iki sözü yadda saxlayın. Bir, elə yazılır, tələffüzdə necə olacaq? Fakultativ demirsən. Fakultativ deyəcəksən. Başa düşdün? Bir də fakültə sözündə nə olacaq? Fakültə sözündə deməli nə olacaq? Fakültə sözündə fakültə deyə tələffüz olunmayacaq. Və yaxud da hüsnxət sözü var. H-ü-s-n-xət. Hüsnxət sözü, indi bunu samitlərin tələffüzündə deyəcəyik. Necə tələffüz olunacaq? H-ü-s-ün xət kimidir. Ne deyəcək? Tələffüz olunacaq. Başa düşdünüz mü uşaqlar? Okey. Uşaqlar, bir də ilə olan sözlər var. İlə olan sözlər var. Onu da qarışdırmaq lazım deyil. Bax, adətən 3 dənə sözü belə yadda saxlayın ki, 3 dənə söz ad kimi işlənə bilir. Bir firuzədir. Firuzə. Firuzə. Necə tələffüz olunacaq? Da firuzə demirsən da. Firuzə. Firuzə şəklində tələffüz olunacaq. Bax, bir ülvi sözüdür. Ülvi. Necə tələffüz olunacaq? Adlardan yadda saxlayın. Ülvi şəklində tələffüz olunacaq. Görürsən? Ülvi demirsən. Ülvi. Və yaxud da ümid demirsən. Ümid deyirsən. Bir də ümid. Bunlar nə olacaq? Ümid. Deməli, i kimi tələffüz olunacaq. I kimi yazılacaq. I kimi də tələffüz olunacaq. Başqa bundan sonra müdir sözü var. M-ü-d-ir. Necə tələffüz olunacaq? Bax, bunun asan versiyasını deyirəm, oradan yadda saxlayın. Bax, müdir neyini adama? Pul verir də adama. Pul da verilədən olur? Dirildir. Diri sözünü yadda saxlayın. Müdir. Müdir dirildir. Müdür demirsən. Başa düşdün? Və yaxud da müdrik. M-ü-d-r-i-k. M-ü-d-r-i-k. Necə tələffüz olunacaq? Müdrik deməyəcəksən. M-ü-d-r-i-k. Müdrik adam neyinir? Dirildir. Elə bunu da diri sözündən yadda saxlayın. Və yaxud da mürşid sözü. Daha sonra mürid sözü, müsibət sözü. M-ü-s-i-b-ət. Müsibət demirsən. Heç deməli, müsibət demirsən. Nə olacaq? Müsibətdir. Və yaxud da müthiş sözü. M-ü-d-h-iş. Müthiş sözünün uşaqlar tərcüməsini yazın. Leksikologiyada lazım olur. Tez-tez düşən sözdür. Müthiş sözü yaxşı bir şey demək deyil. Gedib türk seriallarına baxıb gəlib burada hoqqa özünüzdən hoqqa bəzəməyin. Ay müəllim, müthiş bir hadisə baş verir axı. Müthiş sözünün mənası dəhşətli mənasıdır. Dəhşətli.
Müthiş. Yəni türk dilində var. Türk dilində bu söz müsbət mənalı sözdür. Yəni qəşəng mənasını sözü, qəşəng mənalı ifadə eləyir. Amma deməli bu söz müthiş sözündə deməli nədir? Dəhşətli mənasını ifadə edən bir sözdür. Uşaqlar, yəni belə saytlar haqqında olan deməli şərhimiz qurtardı. Deməli nə edirsiniz uşaqlar? Baxın. Burada hardaydı o elə bir şey? Tutaq ki mənim deməli orfoqrafiya aid şeyimdə var. Bir də uşaqlar. Hardaydı o? Bir dəqiqə gözləyin. Uşaqlar atmışdım onu. Yəni hədəf olsun, problem deyil. Hədəfdə müəyyən qədər sözlər səhv verirlər. Ondan sonra imHM-dən istifadə etsəniz daha yaxşı olar. Bax uşaqlar, nə edirsiniz? Bax görürsünüz burada sözlərin yazılışı var, deyilişi var. Bax, məsələn şöbə sözündə görürsən yazılış var, deyiliş var, təmir sözündə, əla sözündə. Bax görürsən bunların hər birinin yazılışı və deyilişi var. Məsləhət olar ki, bu sözlərin hər birini əzbərləyəsiniz. Bu imHM-də daha azdır, amma imHM-də daha bir növ şey veriblər də. Burada məsələn çox sözdə səhvlik var. Amma imHM-də elə bir şey yoxdur. Başa düşürsünüz uşaqlar. Ona görə də bax məsələn görürsən, bax dovşan sözündə. Bax görürsən gətirib burada dovşan şəklində veriblər. Amma səhvdir. Niyə səhvdir? Çünki o və hərf birləşməsində biz deyirik ki, fərq yoxdur. Dovşan ola bilməz. Elə dovşan kimdə yazılır. Başa düşdünüz? Bax imHM-dən çalışın bu sözlərin hər birini əzbərləyin. Başa düşdünüzmü uşaqlar? Okay. Bir də uşaqlar, nədə problemim qalmışdı? Deyirik ki, uzanma olan bəzi sözlər var. O yadımdan çıxıb deməmişəm. Uzanma olan bəzi sözlər var ki, onlar deməli 4 dənə sözdür. Bunun biri bəzəndir. Biri davadır. Biri nərədir. Biri nə idi? Biri də deməli bəzəndir, davadır, nərədir. Biri də əyandır. Aha. Əgər sənə tutaq ki, bax iki cür tələffüz oluna bilir. Əyan verə bilər, bir də əyan belə verə bilər. Bəzən sözünü bəzən verə bilər, bir də bəzən verə bilər. Bəzən. Dava sözünü də dava şəklində verə bilər, bir də dava verə bilər. Bir də nərə sözünü də nərə verə bilər, uzanma ola bilər, bir də elə nərə kimi verə bilər. Uşaqlar, bax, əgər əyan sözünü bu şəkildə sənə versələr, bu zaman bu açıq mənasını ifadə edir. Amma əyan, bax, uzanma verərsə, bu zaman bu sadəcə mənasını ifadə edəcək. Bəzən, tutaq ki, deyəm ki, bəzən bizə gəlir. Uzanma olarsa, bu zaman zərfi, yəni bəzən ara bir bizə gəlir. Bir də bəzən deyəndə get bəzən deyirsən, bu zaman bu feil olur, bəzənmək sözündən əmələ gəlir. Dava sözünü belə yadda saxlayın ki, bax, uzanma olarsa, bu bir-birini döymək mənasında. Bax, araya görürsən, uzanma giribdir. Araya girən dava olanda tutaq ki, kimsə bir-birinin arasına girir də. Bax, oradan yadda saxlayın ki, ara olanda deməli bunu araya girəndə deməli nə olur? Dava, yəni müharibə mənasını ifadə edir. Bu zaman bu dava dərman mənasını, bax, uzanma olmayanda dava dərman mənasını ifadə edir. Nərə sözü qışqırmaq mənası olanda görürsən, araya deməli mənfi mənalı söz olanda bu zaman nə olur? Bu zaman araya uzanma girir. Amma nərə sözündə deməli əgər belə olmasa, yəni uzanma olmasa bu zaman nə olacaq? Bu zaman deməli nərə balığı, yediyimiz nərə balığını ifadə eləyəcək. Belə, çox sağ olun uşaqlar, Allah amanında. Əlimdən gələn köməkliyi etməyə hazıram sizə hər zaman. Yəni müəyyən qədər ümidvaram köməklik elədim də. Çox sağ olun, Allah amanında. İnşallah digər videolarda görüşərik.